Baxıram. Tolikin Azərbaycan cəmiyyətinə xeyri və zərəri nədir? Vallahi onu mən başa düşə bilmərəm. Çünki artistlər. Artistə nə demək olar ki? Artistin öz yolu var, öz rolu var, rolunu aparır. Xeyri yoxdur. Zərəri var. Yox, tanımıram. Mən onu heç tanımıram. Tanımıram, yalan deyərəm. Onun haqqında heç nə deyə bilmərəm ki. Tanımıram, mən televiziyaya baxmıram. Çox danışır. Yalım bunu belə suala cavaba tutub. Boşanırsan, yalım kimlə evlənirsən, neyinirsən? Artıq işlərə qarışır. Həqiq. Sözün düzü, mənim ailəm hamısı jurnalistdir. Biz o kateqoriyalara baxmırıq və sevmirik. Adam bizneslə məşğul, nə xeyri var, nə zərəri var adamın. Pul qazanır da, işləyir pul qazanır. Günah onda deyil də, günahı o senzuraya baxmayanlardadır. Senzura qoyulmalıdır da. Şərait yaradılır, o da söyüş söyür də. Qadağa qoyulmalıdır da, nəzarət olunmalıdır. Bizə deyilib də hər kəs hər şey danışa bilər, amma ki, bunun həddi var, hüdudu var, senzurası olmalıdır. O vaxtlar belə şeylər yox idi. Bir söz deyə bilmərəm.